Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Bugün Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin məhdud tərkibdə keçirilən iclasında Laçının inkişafından danışıb. Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə təşkilatın dövlət başçılarına təşəkkürümü bildirirəm deyə ölkə lideri bildirib. Prezident İlham Əliyev onu da xatırladıb ki, bu ilin iyun ayında Laçında MDB-nin mədəniyyət paytaxtı ilinin açılış mərasimi keçirilib. Tədbir zamanı Azərbaycanın qədim bölgələrindən biri olan Laçının tarixi, mədəni irsi və bərpa prosesində əldə olunan nailiyyətlər haqqında geniş məlumat verilib. Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi ölkələrinin oyunlarının təşkilini yüksək qiymətləndirib. TASS-ın yaydığı məlumata görə Rusiya lideri humanitar əməkdaşlığın vacibliyini vurğulayaraq idman yarışlarının bu sahədə xüsusi rol oynadığını qeyd edib. MDB oyunları az əvvəl Azərbaycanda keçirildi. Bu çox böyük işdir və əlbəttə ölkələrimizin diqqətinə, dəstəyinə layiqdir deyə Putin əlavə edib. Bakıda polisə kəsici alətlə müqavimət göstərən narkotacir saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə gecə saatlarında əvvəllər də məhkum olunmuş 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə polis əməkdaşlarına müqavimət göstərib. Xəbərdarlıq edilməsinə baxmayaraq sözü gedən şəxs müqaviməti davam etdirdiyinə görə polis tərəfindən zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib. Axtarış zamanı Rahib Məmmədovun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkimə hökm oxunub. Nəsimi rayon məhkəməsində keçirilən prosesdə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Mansurlu yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən özəl klinikaların birində septoplastika əməliyyatı keçirib. Əməliyyatdan qısa müddət sonra vəziyyəti pisləşən gənc qadın müalicə məqsədi ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Oktyabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-18, gündüz 20-24 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.